90-cı, 91-ci illərdə haqsızlıq başlamışdı. Dövlətdən hər şey talanıb İrana daşınırdı. Lapatka nədir, dəmir nədir, mis nədir? Haqsızlıq çox idi. Pis yola gedənlər çox idi. O vaxtların şeiridir, köhnə şeirdir, axırdan tapmışam. Dünyamız dəyişdi belə. Xoşbəxt günlərimiz haraya getdi? Döndü göz yaşımız qurumaz selə, namus tapdalandı, arxaya getdi. İranı həqiqi qonşu saydıq biz. Dedik müsəlmanıq, birdir dinimiz. İranın əli ilə çox sərvətimiz talanıb arazdan otaya getdi. Rüşvətxor çoxaldı, haqq nahaq oldu. Mərd namərd qovmaqdan bezdi, yoruldu. Dedilər hər şeyi həll edən puldur. Şakir də baş alıb Ufaya getdi.